İnkişafa doğru imkansız ailələrə sosial yardım və hüquqi maarifləndirmə ictimai birliyinin yaradılması ideyası necə formalaşdı? Bu təşəbbüsün əsas motivasiyası nə idi? Bizim İnkişafa Doğru Birliyinin yaradıcıları və fəalları əslində illərdir ki, xeyriyyə sahəsində çalışan insanlar idi. Kimsə fərdi olaraq, kimsə başqa birliklərin tərkibi olaraq və elə bir an gəldi ki, hər birimizdə belə bir fikir formalaşdı. Sosial yardım və hüquqi maarifləndirmə birlikdə olmalıdır, sistem şəklində olmalıdır və bu fikir formalaşdıqca qərara gəlindi ki, biz özümüz bir birlik olaraq fəaliyyətə başlayaq və 2023-cü ilin oktyabrında rəsmi olaraq qeydiyyatdan keçmişik. O zamandan rəsmi olaraq fəaliyyət göstəririk, amma ona qədər də apardığımız proyektlər bugünə qədər də bizimlədir. Birliyin fəaliyyət istiqamətlərini və təşkilatı strukturunu necə izah eləyərdiniz? 4 bölmənin fəaliyyəti bir-birini hansı şəkildə tamamlayır? Bəli, qeyd etdiyiniz kimi birlik struktur olaraq 4 bölməyə bölünmüşdür. Lakin əvvəlcədən deyim ki, bu bölmələrin fəaliyyəti o qədər bir-birlə sıxdır ki, yəni bölmələr bir-biri ilə sıx əlaqəli çalışır və hər bir hadisədə, hər bir konkret halda bütün bölmələr ora müdaxilə edir. Amma struktur olaraq biz belə 4 bölməyə bölünmüşük. Birinci, Vətən müharibəsi iştirakçıları, qazilərin ailələri ilə iş üzrə bölmədir. İkincisi, az təminatlı ailələr, həssas qruplar, uşaq evləri, qocalar evləri ilə iş üzrə bölmədir. Üçüncü, təhsil və ictimaiyyətlə əlaqələr üzrə bölmədir və dördüncüsü, ümumi hüquqi maarifləndirmə bölməsidir. Və yenə də qeyd etdiyimiz kimi, baxmayaraq ki, bölmələrə bölünmüşdür, hər bölmənin rəhbəri var, bizim işimiz birlikdədir. Birliyin yaranma tarixindən bu günə qədər keçdiyi inkişaf yolunu necə xarakterizə eləyərdiniz? Bu müddətdə əldə olunan ən mühüm nailiyyətlər hansılardır? Hər bir xeyriyyə birliyinin ən böyük nailiyyəti nə ola bilər? Bizim himayəmizdə olan ailəmi, tələbəmi, bir fərdmi zaman keçdikcə özü könüllü olaraq bizim himayəmizdən imtina eləsin, yəni özü öz ayağı üstündə dura bilsin, özü öz hüquqlarını, dolanışacağını əldə edə bilsin. Bizim də bu sahədə uğurlarımız vardır. Amma təbii ki, fəaliyyətə başladığımız ilk gündən İlk öncə bizə lazım idi özümüzü tanıtmaq. İnsanlar bizi tanısın, bizim birliyin varlığını bilsin və bizə etimad etsinlər. Və bunun üçün də bir sıra proyektlər həyata keçirdik, yarmarkalar keçirdik, hardakı insanlar bizi tanıdılar və yarmarkaların hesabına ətrafımıza hər iki tərəfdən, həm bizə ehtiyacı olan insanları, həm bizim vasitəmizlə xeyriyyəçilik etmək istəyən qurumları cəlb etdik. Və bir də onu qeyd edim ki, bizim ümdə vacib əmillərimizdən biri bizim fəaliyyətimizin şəffaflıqdır. Şəffaflığı biz çox üstünlük veririk və buna görə də ildə bir dəfə mütləq olaraq hesabat yığıncağı keçirdirik. Həm bizə müraciət edən insanları, həm bizimlə çalışan insanları biz ora dəvət edirik və gördüyümüz bütün işləri son qəpiyinə qədər əgər maddi yardım olubsa və yaxud da son verilən bir tikinti materialına qədər hesabatı verilir. Birlik şəhid ailələri, qazilər, az təminatlı ailələr və digər həssas qruplarla işləyərkən hansı prinsipləri əsas götürür? Siz özünüz də qeyd etdiniz ki, bu qruplar həssas qruplardır və onlara yanaşmada birinci növbədə həssasiyyətlik lazımdır. Birinci növbədə bu qruplara böyük hörmətlə yanaşmalısan və onları dinləməyi bacarmalısan. Problemi olan insanlar, hər hansı bir forma problemi olan insanlar bəzən öz içlərində müəyyən bir əsəb keçirdirlər. Bəzən yanımıza gələn insan əsas vacib problemini qoyub, nəsə bir kiçik bir qoluna öz diqqətini yönəldir. Burada bizim işimiz nədir? Onlara diqqətlə qulaq asmaq və komplekt olaraq, yəni onların bütün problemlərinə birgə baxış keçirməkdir. Məsələn, hər hansı bir müharibə iştirakçısı ailəsinə biz əgər baxırıqsa, orada ailədə uşaqlar böyüyür. Hansıların ki, dərs oxumaq üçün, məktəbdə oxumaq üçün şəraitləri olmalıdır və yaxud artıq böyük yaşlı uşaqlardır, onların universitet həyatını biz köməklik etməliyik və yaxud baxırıq bir çox həssas qruplarda yaşayış şəraitləri zəifdir və biz onlara kömək edirik. Bilirsiniz, biz artıq 11 yaşayış evi təmir və ya tikinti
formasında təhvil vermişik. Hal-hazırda əlimizdə 2 proyektimiz var. Müharibə iştirakçılarının ev şəraitinin yaxşılaşdırılması üzrə. O 2 proyektin hər ikisi yəni az bir zamanda bitmək üzrədir və bizim müdaxiləmizi gözləyən proyektlərimiz var. Həm həssas ailələrdə, həssas qrupa aid olan ailələrdən, həm müharibə iştirakçıları ailələrindən. Təhsil sahəsində necə fəaliyyət göstərirsiniz? Təhsil sahəsi əslində ən maraqlı sahədir. Onu da deyim ki, bizim birlikdə təhsil və ictimaiyyətlə əlaqədar bölməsinin üstündə mən durmuşam. Təhsil sahəsində də yenə bütün sahələrimiz kimi biz sistemli olaraq yanaşırıq. Yəni bizim himayəmizdə təhsil baxımından həm kiçik uşaqlar var, hansılar ki, məktəbə getmək üçün, oxumaq üçün onların, məsələn, kiminsə ev şəraitini yaxşılaşdırırıq. Böyük bir qrup uşaqlara hər il biz məktəb ləvazimatı çantasından, məktəb formasından tutmuş son qələminə qədər yardımlar eləyirik və artıq yuxarı sinif şagirdlərinin universitetə daxil olmaq istəyən istedadlı, əlbəttə ki, bir seçim keçirdirik. İstedadlı uşaqlara yardım eləyirik. Bizim tələbələrimiz var. Həm Azərbaycan universitetlərində, həm xaricdə oxuyan tələbələrimiz var. Kimisə təhsil haqqının ödənişində kömək eləyirik, kimisə yaşayış üçün stipendiya ayırırıq. Və yenə də deyim, bizim ən böyük uğurlarımız odur ki, artıq təhsilini tamamlanmış uşaqlar var ki, onlar bizə müraciət edirlər, biz sizə indi nə köməklik edə bilərik, biz sizin işinizdə harada özümüzü göstərə bilərik deyənlər var. Və yaxud şagirdlərdən, tələbələrdən hələ də oxuyan uşaqların içində könüllülərimiz var. Bizim bütün proyektlərimizdə könüllülər çox sıx iştirak eləyir. Bu da bizim uğurumuzdur və mütləq qeyd eləmək istəyirəm ki, bayaq yarmarkalar haqqında danışdıq. Bu il avqustun 29-u yarmarkaların sabit məkanı Pasajda bizim bilik gününə həsr olmuş yarmarkamız olacaq ki, orada əldə olunan vəsait də təhsil sahəsinə yönələcəkdir. Hüquqi maarifləndirmə sözünü hər dəfə vurğuluyursunuz. Bunu nəyə görə edirsiniz? Hüquqi maarifləndirmə mənə elə gəlir ki, bizim fəaliyyət göstərdiyimiz sahələrin içində ən vaciblərindəndir. Hüququnu bilən, haqqını bilən hər bir vətəndaş dövlətin ona verdiyi imtiyazlardan düzgün istifadə edə biləcək. Və yaxud elə anlar olur ki, vətəndaş heç haqqı olmadığı, hüquq olmadığı nəyisə tələb edir və onun üçün uğraşır, böyük işlər görür. Bizimlə mən qeyd etmişdim, bizimlə çalışan psixoloqlar var, bizimlə çalışan hüquqşünaslar var, bizimlə çalışan bu hüquqi maarifləndirmənin müxtəlif aspektlərini əhaliyə başa sala biləcək insanlar var ki, biz regionlara səfərlər etmişik, Bakıda da görüşlər keçirmişik, insanlara hüquqlarını başa salmışıq, insanlara maarifləndirmə, hüquqi cəhətdən maarifləndirmişik ki, sonra bu vətəndaş cəmiyyətə normal inteqrasiya edə bilsin. Yəni, insanlar var ki, məsələn, ünvanlı sosial yardım haqqında məlumatı yoxdur. İnsanlar var ki, xəstəliyi var, amma bu xəstəliyi gözündə bir böyük məbləğ kimi böyüdüb və həkimə müraciət etməkdən qorxur. Halbuki sığorta ilə bunun xəstəliyinin müalicəsi mümkündür. Və hüquqi maarifləndirmədə mütləq insanlarla danışıqlarımız var. Bilirsiniz, problemlərimiz çoxdur. Təhsildən yayınmalar var, xüsusən qızların təhsildən yayınmalar var, erkən nigahlar var, qohum nigahları var. Bunlarla bağlı biz əhali ilə söhbətlər aparırıq, özümüz də aparırıq və bunu mütəxəssislərini də dəvət edirik. Sağ olsunlar, hər zaman bizim dəvətimizi qəbul edib gəlirlər. Fəaliyyətiniz dövründə qarşılaşdığınız əsas çətinliklər nələr olub və bu çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılıb? Fəaliyyətimizə başladığımız andan ilk əvvəl və biz bunu çox uğurla və çox tez həyata keçirdik, tanınmaq və etimad qazanmaq idi. Yəni, insanlar bizi tanısınlar və bizə etibar etsinlər. Həm problemi ilə bizə gələn insanlar bizi tanıyıb, bizə etimad etsin, həm o problemi biz əgər kiməsə daşıyırıqsa, harasa müraciət ediriksə, o insanlar bizə yaxınlaşa bilsinlər, bizi dinləyə bilsinlər. Və bu yolu biz çox tez keçdik. Təbii ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanlılar da çox istiqanlı bir millətdir. Hər kəsin öz şəxsi əlaqələri var, şəxsi münasibətləri var və bunlar da bizə burada yardım etdi. Bir başqa çətinlik də bizim özümüzlə bağlı bir çətinlikdir. Bilirsiniz, xeyriyyəçilik saat 9-dan 6-ya həftənin 5 günü davam edən bir iş deyil. Yəni, bizim həyatımız artıq bu forma gedir və bəzən
sadəcə olaraq evə, ailəyə qayıdanda o çöldə gördüklərimizi unutmağı öyrənmək lazımdır. Və yaxud bizə müraciətlər olunur, bizim nə maddi, nə fiziki, nə mənəvi gücümüz hər kəsə yetmir. Məsələn, müraciət olunur, hər kəsə kömək eləmək istəyirsən, amma fikirləşirsən ki, bunun vaxtı deyil və yaxud bundan əvvəl müraciət eləyənlər var və yaxud əlimizdə olan proyektləri bitirməliyik. Bunun üçün də özümüz bu işi bu forma aparmağı öyrənənə qədər bu artıq bizim öz içimizdə bildiyimiz çətinlikləridir. Fəaliyyətinizin dövlət qurumları, özəl sektor, könüllülər və ictimaiyyətlə əlaqəsi necə tənzimlənir? Çox düzgün sualdır. Bu günə qədər müraciət etdiyimiz bütün dövlət qurumları sağ olsunlar, bizə geri dönüşü çox gözəl ediblər. Yəni, məsələn, regionlara getmişik, maarifləndirmə ilə, qazilərlə görüşlər eləmişik, Vətən müharibəsinin üzvləri ilə görüşlər etmişik, yerli orqanlar bizə yardım edib. Tələbələrlə, şagirdlərlə bağlı neçə dəfə əgər biz Təhsil Nazirliyinə müraciət etmişiksə, həmən cavab almışıq. Səhiyyə ilə bağlı bizimlə çalışan mütləq qeyd etməliyəm Məlhəm Beynəlxalq Hospital var ki, dəfələrlə müraciət etmişik. Heç bir müraciətimizi dala qaytarmır və yaxud Türk-Amerikan tibb mərkəzi var, müraciət etmişik, müraciətimizi geri qaytarmayıb. Sosial Təminat Nazirliyi ilə işləmişik. Bu, dövlət qurumları kimi deyək və özəl sektorda həm böyük şirkətlər, həm kiçik sahibkarlar var. Elələri var ki, bizə hüquqi üzv olaraq üzv yazılırlar bizə, yəni ay-bay üzvlük haqqını keçirdir və yaxud elələri var ki, müddətli memorandum bağlayırıq və bizimlə bərabər hər hansısa bir proyektə əl qoyurlar. Çox minnətdarıq onlara da. Qarşıdakı illər üçün nəzərdə tutduğunuz əsas layihələr və strateji hədəflər hansılardır? Xüsusilə təhsil, sosial müdafiə və humanitar yardım sahəsində hansı yenilikləri planlaşdırırsınız? Birinci növbədə əlimizdə olan layihələr var, hansılar ki, davamiyyətli layihələrdir və biz bunları davam edəcəyik, bunların sonu yoxdur. Bu, bizim sosial yardım layihələrimizdir. Böyük bir sayda ailələr var ki, biz onlara hər ay sosial yardım göstəririk. Biz göstəririk deyəndə ki, bizimlə çalışan şirkətlər hərəsi 30 ailə götürən var, 10 ailə götürən var və belə yığıla-yığıla bir böyük sayda ailələrə yardım göstərib, bu davam edəcək. Yenə də bizim nailiyyətimiz o olar ki, o ailələrdən kimlərsə artıq bu sosial yardım paketindən imtina eləsin, çünki özünü dolandıra bilsin və ora təbii ki, yeni ailələr qəbul olunacaq. Təhsil sahəsində gördüyümüz işlər yenə də davam edir. Bizim təhsilini davam edən tələbələrimiz var və burada bir yeni proyekt üzərində işləyirik. Bu proyekt az təminatlı ailələrin sıx məskunlaşdığı bir zonada 100-ə yaxın istedadlı şagirdin tədrisinə, təhsilinə yardım etməkdir. Çünki orada elə uşaqlar var ki, vaxtında aşağı siniflərdə təhsildən yayınıblar, indi onlar gəlib yaşıdlarına çatmalıdırlar və yaxud universitetə hazırlaşan uşaqlarımız var. Onlara kömək etməliyik. Şəhid və qazi ailələri ilə iş bölməmiz, bayaq qeyd etdiyim kimi, 2 evin təmir və tikintisi bitmək üzrədir və növbəsini gözləyən ailələr var və bundan başqa da yenə də o bölməmiz yenə də bizim Vətən müharibəsi qəhrəmanlarının ailələri ilə hər sahədə, həm sosial təminat sahəsində, həm müəyyən sağlamlıq problemləri ilə, həm uşaqların təhsili məsələsində çalışır. Maarifləndirməyə gəldikcə demək olar ki, az müddət bundan əvvəl bizim Instagram səhifəmizdə, bir yandan da sizə qeyd edim ki, Instagram səhifəmizə, saytımıza daxil olub çox işlərlə yaxından tanış ola bilərsiniz. Instagram səhifəmizdə maarifləndirici postlar silsiləsinə start verildi və yenə biz regionlara səyahət edib, insanlarla söhbətlər edərək, özümüzlə mütəxəssislər apararaq maarifləndirmə işləri görəcəyik və yeni bir proyektimiz var ki, sentyabr ayından biz bunu başlamaq istəyirik. Hələlik adını Qadın və İnkişaf platforması qoymuşuq, üzərində işləyirik. Vətəndaş böyüdən anaların maarifləndirilməsi və inkişafı ilə məşğul olmaq istəyirik. Onların daha çox həm hüquqlarını bilmək, həm özlərinin müəyyən problemləri var. Biz bu görüşləri özümüzlə həkim aparacağıq. Həm qadın həkimi, həm uşaq həkimi, yeniyetmə psixoloqlarını gətirəcəyik, çünki yeniyetmələrlə olan problemləri bilirik və təbii ki, ümumi psixoloqlarımız və hüquqşünaslarımız olacaq.
xeyriyyə birliyi olaraq ictimaiyyətə tövsiyəniz nə ola bilər? Birinci növbədə yenə də deyirəm, Azərbaycanlılar ümumiyyətlə xeyriyyətçi bir xalqdır. Hər zaman fərdi olaraq ətrafımızda olan insanlara hər zaman yardım əlini uzatmağa hazır olan bir xalqdır. Lakin bizim kimi qurumlar varsa, bizim kimi ictimai birliklər varsa, biz sizin yükünüzü özlərimizə götürə bilərik. Yəni, ünvanlı yardım edə bilərik. Ünvanlı yardım yoxlanılmış ailələrə, yoxlanılmış hadisələrlə yardım edə bilərik. Sizə yardımcı ola bilərik, vəsitəçi ola bilərik. Və yenə də demək istəyirəm, tək biz deyilik, bizim kimi qurumlar ölkədə çoxdur. Onlara etimad edib öz işinizi də yüngülləşdirə bilərsiniz və onların işinə qarışıb daha çox işlər görə bilərsiniz. Və bu gördüyünüz işin verdiyi zövqü ancaq bu işlə məşğul olandan sonra anlamaq olur.